Bugün gedirik Saint Jacobs'a. Saint Jacobs nədir? Ora yaxın kimlər yaşayır? Menoidlər, Amişlər, onlar kimlərdilər? Xüsusi icmada hansılar ki, müasir texnologiyadan istifadə eləməməklə, keçmiş adət-ənənələrlə, keçmiş orta əsrlərdə yaşayırlar. Deyilənə görə hətta onlar avtomobil istifadə eləmirlər, elektrik istifadə eləmirlər, hər şey qədim üsullarla edir, hətta geyimlər də fərqlidir. Gedib onların yerlərini tapaq. Salfetkanı unutmuşum evdə, yaş salfetka götürməmişik deyə. Cambridge şəhərində, Kanadada başqa ölkələrdə olan şəhərlərin adları var. Məsələn, burada da Cambridge, London, sonra hansılar var? Petersburg var, Peterburg. Çoxdur, yadıma indi bunlar düşünəcəm. Uşaqla yol çıxmaq heç də asan deyil. Adnan bayaqdan dilə gətiririk, başını tər qarışdırır ki, maşından çıxsın, deyir ki, çıxmıram. Dedi artıq sənə banan alacaq. Aynen də burada. Ondan sonra çıxdı. Çox maraqlıdır. Əslində yemək üçün girmədi dükana. Amma adam niyəsə dükana girəndə nəsə yeməli bir şey istəyir alsın. Belə yemək qabımız var. Burada waffle'lar var idi. Uşaqlar yedilər. Bir də ki cornflakes'lər yedilər. Səhər-səhər. Sonra yalan bayıqları götürüb çay, Nescafe, bir də isti suyu var özünün. Quru meyvələr, kişmiş falan, armud, xurma, turşəng. Azərbaycandan gələnlərdir bunlar. Koy. Badam ağzına koymuşum. Alma. Sonra ne var? Görməsin. Xiyar. Bunların hərəsinə bir dənə. Belə bar. Bu turşu. Konfetli. Gəl burada. Yox. Görməsinlər. Bundan hərəsinə bir dənə. Bir də belə bir dənə. Atışdırmalı. Kreker. Qabaq hissəsində də yenə qaşıq, çəngəl falan var. Getdik. Haradasa bizim yaşadığımız yerdən gedəcəyimiz yer arasında 2 saat məsafə var. Yəni uzaq yerə getmirik, ona görə deyirəm. Ona görə biraz rahatam bu günləri. Yəni əlavə nələrsə ehtiyac yoxdur. Amma yavaş-yavaş istəsəniz səyahətlərimizdən nələrsə paylaşaram, nələr götürürəm, necə hazırlaşıram uşaqlarla. Çünki çox adam, bizim tanışlar olur. Bəzən deyirik ki, falan yerə gedib, deyir, uşaqlarla çətindir falan. Biz artıq deyirik ki, artıq bizə çətin deyil. Əksinə, bizim uşaqlarla çöldə daha rahatdır. Sanki daha çox ünsiyyət qura bilirik uşaqlarla, bir yerdə zaman keçiririk. Uşaqlarda maraqlı olur. Evdə olanda sanki hər zaman işin var, nəsə bir şey iş görməsən. Burada amma yoldur. Burada ağcaqayın siropundan hazırlanan ağcaqayın siropunda sizə söyləyirlər. Onun şəkəridir, bu dövlətdir. $1. Dadına baxmışam, xoşum gəlir. Adına yavaş yumurtalar zındırarsın. Buyur, mansək. Götür. Burada çox adam görəcəksiniz indi bəzən satıcılardan Amişlərdir, Menonitlərdir. İndi mən onları fərqləndirə bilmirəm. Desəniz mənlə bir yerdə gəzə bilərsiniz. Güllər hər dəfə gələndə görürük. Güllər həddindən çox olur. 4'ü $20'dır. 4'lər. Almalar ayalıdır. Bu boydası $15'dır. Grade'lərlə də Secret falan. Bu $10'dır. Yəni, are you kidding? Bu boyda alma $10. $25'a bir dənə belə qarışıq hər meyvədən var. Bu bütün $8. Armud $8. Bu da $25'dır belə qarışıq. Bir dənəsi isə $5. At arabasında restoran düzəldiblər.
Balaca. Gedək indi o biz tərəfə. Burada da sulardır. Limonatlar daha doğrusu. Mənim ən sevdiyim hissə ağac, gül. Yemək yerlərinə gedək. İçəri hissəsi də var hələ. Hə, içəri hissəsi də var. Yaxşı yadıma düşdü. Bir də burada baxın. Bax, əsl hədiyyəlik. Buradan gedəndə almaq üçün əsl hədiyyəlik baba. Bunlar mən almışdım mən keçən dəfə. Hello. Ağcaqayın, balaca. Burada da balacalarıdır. Those are $4 each or 6 for 20. An old Ama bir galon. Bir qalon 60 dollar. Ne? Burada da o xalalardandır, kəndlərin. 3 dolardı. 3 dolların. Hi, how are you? Bu bazarın içidir. Ama bundan başqa yerdə var idi, mənim yadımdadır. Bilmirəm, burada yoxsa yox. Gəlin burada bir. Hi, thank you. Ladna. Burada kalpasa vardı. Wow. Temiz. Summer sausage. Yes. Tabii. Bak pickle'lar da satırlar. 12 dolar. Bunu da özləri edirlər. Burada demək olar ki, satış edənlərin əksəriyyəti kənddən olanlardır. Əgər təbii süd axtarırsınızsa, bax burada organik südlər var. 1 litri 6 dollardır, 2 litri 10 dollardır. Getirdim bizi yemək yerinə, acdı vaxtı. Oy. Uşaqları bura necə gətirmişəm. Bu rəngli şeyləri görəndə mən ürəyim bulanır. Kimlərsə xoş gəlsin, mənim ürəyim bulanır. Aylan aldıq nə? Cinnamon dərmiş. Belə bir şey. Deyilənə görə bu ən dadlılardandır burada. Mən diyetadayım. Mən heç şey seçə bilmirəm. Qalmışam. Yeməyim. Okay. Bazarın içində hərə özü üçün balaca bir dənə kafeşka açır. Ümumiyyətlə Kanadada bazarlıq eləməyə yox, yeməyə, gəzməyə gəlirlər. Pendirdən, qoyun pendirinin dadına baxdım, bu pendirlər. Bax bu pendirdə. It's goat, yes? Yes, that was Yəni sütdür. Süt istiyorum. Ana süt istiyorum. Mən də özümü atışdırmalı pendir aldım. İnək pendir. Biraz sen bundan yiyebilirsin. Bu ağcaqayın şəkər tozundan bu pambıq. Biz yerdik uşaq vaxtı pambıq. Bax ondan. 5 dollaradır bu dənəsi. Sən nə oxşuyur? O divarın içine koyursan ne güzel. Hoşum geldi. Ya da o yastıkların içinde şey yok. Hamısını çəkib göstərə bilmirəm, amma çoxdur. Stendlər həddən artıq çoxdur. Yemək olsun, ümumiyyətlə əl işləri olsun, ən çox da orqanik məhsullar. Ağcaqayın siropu, müxtəlif ətlər, meyvələr olsun, limonatda bal var, burada təbii ballar var. Var da burada istirahət edirlər. Oy. Qıraq. Al ət gətir. Qoyaq bunun üstünə bişsin. Bazarın ortasında saç da kəsirlər. Sədətdə dərzilər var. Şam. Sonra təbii yağlar. Ayda nə qəşəng şam vardı. Bura bütün bir incəsənət köşəsidir. Baxmayın ki, bazardır, belə bir yerdir, amma baxın, hər yerdə zibil qabları, hər şey təmiz. Salfetkasına kimi qoyublar. Hər yerdə baxın, zibil qabları qoyub, zibil qabların üstündən dezinfeksiya edici maddə ilə. Həmin bir xırdavat da var burada. Burada əsil yundan palazlar tapa bilərsiniz. Bunlar arsa 125
$4 bunlar balacadır, çox balacadır. Amma onlar $480 böyüklərdir. Bir də ipəklər də var. İran, yəni Təbrizdir əslində. Təbriz palazları deyim, xalçaları deyim. Biz alma parti eləyəcəyik. Alma mürəbbəsi, alma soku, Pirogu, alma cemi, alma turşusu. Bu arada bu Farmers Market'te, bu bazarda bütün bu parking yeri ödənişsizdir. Başka yerde de yer olmasa başka yere gidip orada da park edebilirsiniz. St. Jacobs kendinin merkezidir. Burada süpürge dükkanı var. Burada həyat için o kadar maraqlı aksesuarlar var. Biz üzü Elmira'ya gedirik. Elmira adlı kent var. Burada deyir ehtiyatlı olun. Yolda at arabaları ilə keçən insanlar da ola bilər. Bunların kəndləri. Woolwich'dir. Şəhər deyil bura. Bura biraz kənd kimi sayılır əslində. Woolwich deyil. Woolwich town. Burada yol gedəndə belə adi insanlar atla da gedə bilərlər, at arabaları ilə. Maşınla yox, atla gedirlər. Güzel beydi. Bizondur nədirsə. Sənə demirəm, oradakı deyirəm. Burada hər yeri belə genişdir, yaşıllı. Baxın, baxın. Burada paltarları baxın belə çöldən asırlar. Deyirlər burada organik Nocimu Buraya geçmek istiyorum. yumurtalar var. Əsl olan kəndi gəlir buradan. Bəh. Aylarla sevdik. Gəldi kimsə. Kanadada Rolan üçün nə tapmışam? Ara yol tapmışam. Asfalt olmayan yol. Yumurta qurtarmışdı bu arada. Getdi yumurtanı. Amma burada da nəsə var. Bəlkə buradan da soruşam. Baxın burada da paltarlar belə asılıb burada. Gələndə belə görürsən ki, atlarla yaşayırlar insanlar, at sürürlər. Ooo! Sıra istiyorum. Annemle. Yol kənarında belə qoyub satırlar. Şöyle götürün. Bu acıqan soğuk satırlar burada mı? Bunların geyimləri də baxın belədir. Evlərin qanacağı. Atega. Neçə idi? 3.50-yə Kim verdi? 12 dənəsini, 18 dənəsi neçə idi? Bana da 4.70 verdim 5 tane. Belə. Evlərin qarşısında yolundan belə keçəndə orada yazılır ki, nə satılır. Gəlirsən evin qapısından götürürsən. Bunu elə hara qoyaq ki, isti düşməsin. Üstündə örtək. Narahat olma, evə çatınca cücə çıxmayacaq. Yəni Heç olmayacaq. Pört ayıldılar. Roman atın yanında parking gelirsə, atı belə parkinqə qoyub gediblər, baxın. At parkinqidir. Süperdir. Axır ki, qoyunları da gördük. Qoyun da saxlayırlar, hər şey saxlayırlar. First Country Nəsim kəndinə gəlmişik. Yatır. Ağzı suya axır. Arxamda görürsünüz də hamısı uzun ətəklərdə, donlarda, qızlar, oğlanlar bir yerdə beyzbol oynuyorlar. Elə bilirəm ki, orta əsrlərə düşmüşəm, insanların geyimləri, atlarla, arabalarla. Yəni orta əsrlərə düşmək istəyirsinizsə bura gəlin. Ha, burada həyətlərin hər birində demələr belə at bağlamağa yer var. Bir də baxın, atın qarajı var, at arabasının qarajı var. Yaşıllığı var. Buradakilərin bütün qadınlar belə geyinir, başları belə bağlı. Burada bir də çoxlu atdan başqa bax belə velosiped sürənlər çox görəcəksiniz. Gəlsəz də əgər, gəlməsəz görməyəsiniz. Adnan durdu, hayvan yedi.